Səsi eşitdiniz, pirajkini də axırda görəcəksiniz. Mən sevirəm ətli, ciyərli pirajkini. Soğanı qovururam duru yağda. Yəni fərq eləməz soğanı necə doğrayırsınız, doğrayın. Onsuz da ət maşından keçirdəsiniz. Toyuq ciyərini də əlavə edirəm. Soğanın üzərinə gür atəşdə bişirirəm. Duzunu vurdum, biraz da istiot vururam və salam. Ondan sonra yağını süzüb ciyərlə soğanı ət maşından keçirdirəm. Kənarda isə ayrıca yumurtanı bişirirəm. Sarısını ayırıb ağını əlavə edirəm və zirinc əlavə edib qatışdırıram. İçlik hazırdır. Daha sonra ələnmiş una, instant maya, şəkər, duz. Mən miqdarlarını videonun alt bölümündə qeyd edəcəm. Mənim olmazsa olmaz bir reseptimdir. Həm qatıq vururam, həm duru yağ vururam, yumurta vururam, bir də mayonez vururam. Xəmiri qoyuram bir hardasa 35-40 dəqiqə dinlənməyə. Gördüyünüz kimi xəmir qəşəng qabarır. Daha sonra kündələrə ayırıram, üzərini klokla bağlayıram ki, qurumasın. Və 2 çay qaşığı içlik əlavə eləyib yaxşıca bağlayıram kənarlarını. Tavaya duru yağ əlavə eləyirəm. Yağ tam qızandan sonra, baxın, tam qızandan sonra əlavə eləyəndə pirajkini, onda qabarcıqları çıxır da, belə qəşəng olur pirajki. Və salam, orta ateşdə o yüz bu yüz qızardıram. Mən sizə bir şey deyim qızlar. O qədər dadlı olur bu resept. Xəmir canına yağı çəkmir. Super olur da, çox dadlı olur. Bu resepti verin yaddaşa. Bir dəfə bunu pişirin, mənə sağ ol deyəcəksiniz.